Çox sadə sualdır. Nədir? Sən burada samifi bilməlisən. Başqa heç nə bilməyə ehtiyac yoxdur. Samif nədir? Şərt daxilində cəmləmə. Gəlin sintaksini yazıram sizə. Samif necə verir bizə? Verir burada deməli sum range. Yox, əstəğfurullah. Verir burada range. Verir burada kriteriya. Və ən son necə verir nə? Sum range. Yəni nədir? Müəyyən bir aralıq verir. Həmin aralıqda bu şərti ödəyənlərin filan məsəl üçün aralıqdakı neynə? Cəmini hesab olur. Gəlin baxaq. Bizim C2, C20 deyil. C2, C20 country'dir. Düzdür? Country hissədə nəyi seçir? C12. C12 bizdən nədir? Gəlin baxaq. Brazil. Deməli, belə çıxır ki, C2, C20 country hissədə hansı ona Braziliya yazılır, aydın olur. Onların nəyini istəyir bizdən? F nədir bizdə? Product price. Buradakı olan cəmi. Deməli, gəlin baxaq. Brazil 230. Üstə gəl. Sonra gəldi. Brazil 130. Brazil 224. Sonra düşdü aşağı gəldi. 2 dənə Brazil burada var. Biri 83'dür. Biri 85. Onun cavabı elədi 70.